Deyir, hansı karbohidrogen cis-trans izomerləri var? Cis-trans izomeri olmaq üçün 2 qat rabitənin ətrafına baxırsan. 2 qat rabitənin ətrafında əgər 2 dənə H var, görürsən, burada karbonun ətrafına bax, həm yuxarısına, həm də aşağısına H düşür. Görürsən, qayda var idi ki, əgər 2 qat rabitə birinci karbonda ya da axırdan birinci fərqi yoxdur da, başdan da birinci ola bilər, axırdan da birinci ola bilər. Birinci tərəfdə yerləşirsə, ona heç vaxt cis-trans izomeri olmaz. Çünki burada 2 dənə H var. 2 dənə H olanda da cis-translıq pozulur da. Variant olacaq B, ona axırda baxarıq. C-yə baxaq. C-də 3 qat rabitədir. Bunu çıxıram. 2 qat rabitədən gedir söhbət. D-yə baxırsan, yenə 2 dənə H var. Bunu da çıxdım. Y-yə baxırsan, yenə 2 dənə H var. Çıxdım. Qalır sadəcə B variantı. İndi B-ni izah edirəm. Niyə B variantı olacaq? Çünki burada bax 2 qat rabitəli karbon budur. Buna bir tərəfinə H birləşib, bir tərəfinə CH3 birləşib. Bir də bu karbona baxsan. Bir tərəfinə H birləşib, bir tərəfinə 3 karbonlu, yəni propil radikalı birləşib də. Yəni ayrı-ayrı hissələr birləşib və birində olan H digərində də var. Bax, bunu açıq şəkildə belə çəkə bilərəm. Karbon, 2 qat karbon, bir tərəfinə H birləşmişdir, bir tərəfinə CH3 birləşib metil, bir tərəfinə yenə H birləşib, bir tərəfinə də 3 dənə C3H necə olur? 7 radikalı birləşib də CH2, CH5. Aydındırmı? Yəni burada cis-trans izomerliyi var. Çünki bunlar ayrıdır özlüyündə, ayrı-ayrı hissələrdir. Yəni buna birləşənlər də ayrıdır, buna birləşənlər də ayrıdır və birində olan digərində də var. Variant B.